Bəzən qardaşların ibadəti edib, çünki bu əməli batil edir. Adam qürurlanır yəni. Qürurdan sonra onu yığışdırmaq olmur, subhanallah. Səni tövbəyə aparıb nəfsü qınatdıracaq bir günah daha xeyirlidir. Necə ki, İbn Qayyim rəhməhullah deyir. Nəyin ki, sənin ibadəti eləyib, qürurlu və özü bəyənmiş olaraq gəzməyin. Səni tövbəyə aparıb, nəfsi kiçik görür, Allaha qaytaracaq günah daha yaxşıdır. Adam günah eləyib peşman olur. Deyir ki, ya Rabbi, mən nöqsan sahibiyəm, bağışla mənə. Və ömür boyu yaşayır belə ki, ya Rabbi, bağışla. Adam Ramazandan çıxıb deyir ki, vəssalam, mənəm, oğulam mən. Aydındır, igid. Sən, subhanallah, ucub, yəni ölmüsən, xəbərin yoxdur. Sənə prosta xəbər eləmək lazım. Sadəcə xəbər eləmək lazım ki, sən ölmüsən, səni bu özünü bəyənməkli məhv eləyir. Kimsə ona desin, aydındır, kimsə ona başa salsın ki, sən sağ deyilsən, yaşasan belə. Onun üçün, qardaşlarım, insanın